İnsan qurbanının ən özəl forması kral qurbanıdır. Yaşlanmış olan və ya fəlakətə uğramış olan kral qurban edilir. Beləcə onun gənc təqibçisinin ardınca gələn gəncin büyücülük gücünə, sehirli gücünün davam etdiyinə inanılır. Digər hədiyyələrin yetərli görülmədiyi yerdə insan həyatı ön plana çıxmaqdadır. Yəni ən yüksək enerji olaraq özünü qurban etmə və ya digərlərini bədəl olaraq qurban etmək üçün insan həyatı çox qiymətlidir. Kənd təsərrüfatı xalqlarının təsərrüfat məhsulunun yetişməsi ilə bağlı narahatçılığına əsaslanan dünya təsəvvürləri insan qurbanının təməl referans qaynağı təşkil edir. İnsan qurbanı səmimiyyətlə ona dua edilən ilahlar üçün ola bildiyi kimi qaranlıq güclər üçün də olur. Məqsədli edilən bu insan qurbanı kəfarət və barışa, təskin etməyə və ya ilahi varlığın mövcudiyyətini qorumağa xidmət etməkdədir. İnsan qurbanının məqsədi fərqli baxışlara görə dəyişkəndir. Məsələn, qıtlıq və salgın, bu pandemiya vəsiləsi ilə bu ilahın şiddətlənmiş bir ilahı, belə deyək, təskin etmək üçün insan qurbanı verilməkdədir. Və yaxud da sıxıntılı bir durumun sonlandırmaq üçün də mütəmadiən belə sakınma, qorunma qurbanı yerinə yetirilməkdədir. Yəni qurban əngəlləmə, mane olma vasitəsi olaraq da verilir. Qorxu düşüncəsinin yaradılması yanındakı o kəfarət düşüncəsi ön planda olan baş motivdir. İnsan qurbanının da xüsusən də qandakı, qəlbdəki və insan kafasındakı, bu kəlləsindəki həyat enerjisinin sərbəst buraxılması ilə Tanrıya və yaxud təbiət güclərinə insan varlığını qarantiya edən lazımlı güc, yəni enerjini verməkdədir.